Buradan o cəmaatın bacısını, qızını fırladan o qədələrə səslənirəm. Elə bilmə ki, o etdiyin qələtlər sənin yanına kar qalacaq. Yanından təsirsiz keçəcək. Yo, elə şey yoxdur. Sənin düşüncəndə olan neçəsinin aqibətini şəxsən özüm öz gözlərimlə görmüşəm. O cəmaatın qızlarına etdiyi şeylər öz ailələrindən çıxan günü onların sifətlərini bir görsəydiniz. Bir yerlərinin qırmızısı üzlərinə çıxmışdı. Gözləri də bax belə bərəlmişdi xəbəri eşidəndə. Amma çoxları da elə düşünür ki, bu mənə qayıda bilməz. Mənim bacım zadım yoxdur. Vallahi elə qaydar ki. Çünki Allah tez haqq hesab çəkəndir. Heç kəsin haqqı heç kəsdə qalmaz. Zina bir borcdur, onu da mütləq qaytaracaqsan. Bacın yoxdursa anandan çıxacaq. Bəli, nə qədər iyrənc səslənsə də, anaları zinada tutulanlar da var. Nə bilim, olmadı arvadından çıxacaq. Gələcəkdə qızından çıxacaq. Yəni axır o namus borcunu qaytaracaqsan. Yəni bunları da deməkdə məqsədim odur ki, gələn dəfə kiminsə bacısına, qızına mesaj yazanda bil ki, bu dəqiqə sənin fikrində olan bir gədə də sənin bacına mesaj yazır.